Zəhərli zob diaqnozu almış pasientlərimiz üçün bizim bəzi tövsiyələrimiz var. Zəhərli zob diaqnozu almış pasientlər dərhal bizdən soruşurlar: "Doktor, indi məndə zəhərli zobdur, mən əməliyyat etdirməliyəmmi?" Hər zəhərli zob diaqnozu almış pasient əməliyyat olunmaz. Zəhərli zobun müalicəsində 3 əsas müalicə seçimi vardır: dərman müalicəsi, radioaktiv yod müalicəsi və cərrahi müalicə. Bu müalicə seçimlərindən hər hansı birinin seçilməsi sizin endokrinoloqunuzun göstərişi əsasında olunar və müalicəsi ilk etapda dərmandan başlayır. Yəni antitiroid dərmanlardan başlayır. Bu antitiroid dərmanların nə qədər müddətə verilməsi sizin xəstəliyinizin ağırlaşma dərəcəsindən, yaş faktorlarından və digər şeylərdən asılıdır. Ona görə xəstədən xəstəyə fərqli olaraq dəyişə bilər. Əgər yazılan dərmanlar sizə təsir etmirsə, ağırlaşmalar yaranırsa, artıq digər müalicə seçimlərindən istifadəsi haqqında pasientlərə məlumat verilir.